Salam dəyərli müdavimlər, hər vaxtınız xeyir olsun. Mən kurikulum və Azərbaycan dili üzrə təlimçi müəllim Qasımova Röya ilə bu gün sizlərə kurikulumdan öyrənmə tərzlərinə aid bir sualın izahını təqdim etmək istəyirəm. Gəlin vaxtımızı çox itirmədən keçək suallarımızın izahına. İlk sualımızla başlayaq. Sual 1. Uyğunsuzluğu müəyyən edin. Uyğunsuzluq dedikdə bizdən yanlışı seçmək tələb olunur. Gəlin baxaq. Biz bu zaman doğrunun altından yanlışı, yanlışın altından isə doğrunu müəyyən etməliyik. Kinestetik öyrənmə tərzinə sahib şagirdlər sinifdə danışmaqdan qorxmurlar. Müəllimin onlara dediklərini tez-tez təkrarlaya bilirlər. A bəndi yanlışdır. Çünki kinestetik şagirdlər daha çox hərəkətlə, fəaliyyətlə öyrənirlər. Danışmağı tez-tez təkrarlamaq onlara aid xüsusiyyət hesab olunmur. Bu daha çox audial tipli öyrənmə tərzinə aid şagirdlərin əsas xüsusiyyəti hesab olunur. Deməli, A bəndi oldu yanlış. Keçik B bəndinə. Vizual öyrənməyə sahib şagirdlər mühazirə dinləməyi və müzakirələrdə iştirak etməyi xoşlayırlar. B bəndi də yanlış hesab olunur. Çünki vizual şagirdlər görüntülərlə, şəkillərlə, diaqramlarla daha yaxşı öyrənir. Mühazirə dinləməyi isə audial şagirdlər xoşlayırlar. C. Oxuyub yazaraq öyrənmə tərzinə sahib şagirdlərin daha çox işinə yarayır. Simvollarla, xəritə, sxem, diaqramlarla işləmək. C bəndi yanlış hesab olunur. Çünki simvol, xəritə, sxem, şəkil, cədvəl, qrafik, diaqram məhz bu kimi xüsusiyyətlər məhz vizual öyrənmə tərzinə aid şagirdlərin əsas xüsusiyyəti hesab olunur. D. Audial öyrənmə tərzinə sahib şagirdlər xoşlayırlar. Rəqs etməyi, idmanla məşğul olmağı. D bəndi də yanlışdır. Çünki rəqs etməyi, idmanla məşğul olmağı kinestetik öyrənmə tipinə aid şagirdlər daha çox xoşlayırlar. Bizə lazım olan doğrunun altından yanlış A və B bəndləridir. Yanlışın altından isə doğrunu müəyyən etməliydik. Yalnız yanlışın altından bir dənə belə olsun, doğru müəyyən edə bilmədik. Doğru cavab variantımız E variantı hesab olunur. Sual 2. Öyrənmə tərzləri ilə bağlı fərqli məqamı müəyyən edin. A. Müzakirədə iştirak etmək. B. Mühazirə dinləmək. C. Yüksək səslə oxumaq. D. Səhnə canlandırmaq. E. Səsli videolara baxmaq. İkinci sualda doğru cavab variantımız D variantı. Yəni səhnə canlandırmaq hesab olunur. A variantı, B variantı, C variantı, E variantı yanlışdır. Çünki bunların hamısı eşitmə və dinləmə ilə bağlıdır. D variantı səhnə canlandırmaq isə hərəkət tələb edir. Yəni, bu kinestetik öyrənmə tərzinə malik şagirdlərin əsas xüsusiyyəti hesab olunur. Buna görə də ikinci sualda doğru cavab variantımız D variantıdır. Sual 3. Müdavimlər Rəhman müəllimin öyrənmə tərzləri ilə bağlı video izaha baxır, daha sonra isə Röya ilə müəllimənin test izahını dinləyirlər. Baxırlar və dinləyirlər. Bu zaman müdavimlər hansı öyrənmə tərzlərini icra etmiş hesab olunurlar? Doğru cavab variantımız B variantı, vizual və audial tip hesab olunur. Müdavimlər əvvəlcə video izaha baxır, bu vizual öyrənmədir. Daha sonra isə səsli izahı dinləyirlər. Bu isə audial öyrənməyə malik şagirdlərin əsas xüsusiyyəti hesab olunur. Üçüncü sualımızda doğru cavab variantımız B variantı hesab olunur. Sual 4. Şagirdlər tarix dərsində Babək və oğlu arasında keçən dialoqu canlandırırlar. Bu zaman hansı öyrənmə tərzi baş tutur? Doğru cavab variantımız A variantı. Yəni kinestetik öyrənmə tərzi hesab olunur. Çünki səhnədə oynamaq, hərəkət etmək, obraz yaratmaq bunlar bədənlə öyrənmə deməkdir. Bu isə kinestetik öyrənmə tərzinin əsas xüsusiyyətidir. Dördüncü sualda doğru cavab variantımız A variantı hesab olundu. 5. Verilənlər sırasında biri vizual öyrənmə tərzinə sahib insanlar üçün aktual deyil. A. Diaqramlar, B. Xəritələr, C. Səsli videolar, D. Yazılı göstərişlər, E. Oxlar. Doğru cavab variantımız C variantı. Yəni səsli videolar hesab olunur. Çünki diaqram, xəritə, yazılı göstəriş, oxlar bunlar hamısı görüntüdür. Səsli video isə daha çox audial tipə uyğundur. Buna görə də 5-ci sualda doğru cavab variantımız C variantı hesab olunur.
Əziz müdavimlər, bugünlük bu qədər. Əgər izahım sizin üçün faydalı və yararlı oldusa, videonu bəyənməyi və kanala abunə olmağı unutmayın. Hələlik.